Salam, hər vaxtınız xeyir əziz dördüncülər, videonu izləyən valideynlər və müəllimlər. Hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim videoza 4-cü sinif monitoring imtahanlarına hazırlaşan şagirdlər üçün olacaq. Vəsaitimiz İzzə nəşriyatıdır. Uşaqlar, onu qeyd edeyim ki, İzzənin köhnə nəşridir. Təəssüf olsun ki, yeni nəşr əlimdə olmadığına görə yeni nəşrdən izahlar çəkə bilmirəm. Ümidvaram ki, tez bir zamanda vəsaiti əldə edib, ondan da izahlar sizinlə bölüşəcəm. Gəlin vaxt itirmədən monitoring 4-ün mətnlərinə baxaq. Digər video izahımda isə riyaziyyatla bağlı video izah olacaq. Vaxt itirmədən başlayaq. Monitoring 4-də ilk mətn robotlar mətnidir. Baxaq görək nə deyirlər. Robot nədir? Robot insan kimi müxtəlif işləri yerinə yetirən, avtomatik işləyən bir cihazdır. Robotlar proqramlaşdırılaraq müəyyən tapşırıqlar yerinə yetirmək üçün hazırlanıb. Bəzən onların içində süni intellekt olur ki, bu da onların daha ağıllı şəkildə işləməsinə kömək edir. Robotların növləri. İstehsal robotları. Bu robotlar fabriklərdə iş görür. Məsələn, avtomobil istehsalında və ya oyuncaq istehsalında istifadə olunur. Onlar çox tez və dəqiq işlər görür. Ev robotları. Bunlar evdə istifadə olunan robotlardır. Məsələn, tost soran robotları evinizi təmizləyir ya da mətbəx robotları yemək hazırlamağa kömək edir. Tədqiqat robotları. Bu robotlar yeni yerləri araşdırmaq üçün istifadə olunur. Məsələn, dənizlərin dibində və ya başqa planetlərdə. Yardım robotları. Bu robotlar yaşlı insanlara və ya əlillərə kömək edir. Onlar ilə gündəlik işlərdə insanlara dəstək ola bilirlər. Robotların işləmə prinsipi. Robotlar adətən 3 əsas hissədən ibarətdir. Mexanizm. Bu hissə robotun hərəkət etməsini təmin edir. Təkərlər, qol və ya digər hissələr buraya daxildir. Sensorlar. Sensorlar robotlara ətrafdakı mühiti hiss etməyə kömək edir. Məsələn, bir robot qarşısında bir əşya varsa, bunu hiss edə bilib dayanacaq. Proqram. Robotun nə edəcəyini müəyyən edən ağıllı hissədir. Burada robotun hərəkət etməsi və mühitdəki dəyişikliklərə necə reaksiya verməsi üçün məlumat yazılır. Robotların faydaları. Robotlar insanların bəzi işləri daha sürətli və dəqiq etməsinə kömək edir. Məsələn, tost soran robotu evinizi təmizləyər, siz isə başqa bir işlə məşğul ola bilərsiniz. Robotları yaşlı insanlara və ya əlillərə gündəlik işlərdə kömək edə bilir. ... Gələcəkdə robotların daha da ağıllı olacağı gözlənilir. Avtonom avtomobillər öz-özünə sürülən avtomobillərdir. Avtonom avtomobillər öz-özünə sürülən avtomobillərdir. Onlar nəqliyyat yollarında maneələri aşkar edə biləcək. Gələcəkdə daha çox ev robotu ortaya çıxacaq ki, bunlar bütün ev işlərini görəcək. Robotlar daha uzaq planetlərdə və ya hər hansı bir mühitdə tədqiqat aparmağa kömək edəcək. Robotlar insanın yerinə fərqli işləri yerinə yetirən avtomatik cihazlardır. Onlar həyatımızı asanlaşdırır, təhlükəsizliyi artırır və çoxlu maraqlı işlər görür. Gələcəkdə robotların iş sahələri daha da genişlənəcək və bizim həyatımıza daha da sıx şəkildə daxil olacaq. Baxaq birinci suala. Deyir, altından xətt çəkilmiş birləşməni hansı sözlə əvəz etmək olar? Altından xətt çəkilmiş birləşmə müəyyən edən birləşməsidir. Müəyyən etmək nə deməkdir uşaqlar? Təbii ki də aydınlaşdırmaq, yəni aydınlaşdıran. A variantı bizim düzgün cavabımızdır. Keçək digər suala. Digər sual bu deyil. İkinci sualımız sensorlar. Daha doğrusu bu olmadı. Robotlarla bağlı səhv fikri müəyyən edin. Robotlarla bağlı səhv fikir istəyirsə, süni intellekt robotların daha ağıllı işləməsinə kömək edir. Bəli. Robotlar yaşlı insanlara da kömək edir. Düzdür. Gələcəkdə robotların sayının azalacağı gözlənilir. Səhvdir. Proqram robotu nə edəcəyini müəyyən edir. Bu da düzdür. Uşaqlar, gələcəkdə robotların sayının azalacağı yox, daha da çoxalacağı müəyyənləşdirilir. Ona görə də cavabımız C variantı olmuş olacaq.
3-də deyir bu robotlar yeni yerləri araşdırmaq üçün istifadə olunur. Bu hansı robotlardır? Təbii ki də tədqiqat robotları. Mən oxudum. Ev robotları evdə kömək edir, yardım robotları əlillərə və yaşlılara kömək edir, istehsal robotları avtomobillər və oyuncaqlar düzəldilən fabriklərdə köməyimizə çatır, amma tədqiqat robotları isə yeni yerlər araşdırmaq üçün bizə lazım olur. Baxırıq digərinə. Mətndən verilmiş cümlədə tədqiqat sözünün mənasını müəyyən edin. Robotlar hər hansı bir mühitdə tədqiqat aparmağa kömək edirlər. Uşaqlar, tədqiqat nədir? Tədqiqat araşdırmadır. Ona görə cavabımız A variantı olacaq. Daha sonra hansı bənddə məişət robotu təsvir edilmişdir? Məişət robotunu istəyirsə uşaqlar, yəni evdə bizim köməyimizə çatan robot istəyir. Bu da toz soğurandır. B variantı olacaq. Aşağıda hansı sözün izahı verilib? Öz-özünə işləyən, işi insanın köməyi olmadan görən, təbii ki də nədir? Avtomatik deməkdir də. Öz-özünə işləyən, işi insanın köməyi olmadan görən avtomatik, yəni robotlardır. 7-ci tapşırıqda bizə deyir, mətndə hansı suala cavab tapmaq olar? Olar istəyir, olmazı yox. Robotlar batmış gəmiləri necə tədqiq edirlər? Buna aid bizə məlumat verilmir. Dünyada ilk dəfə robotlar harda yaradılıb? Buna aid də bizə bir, belə deyək də, cümlə verilmir. Robotun mexanizm hissəsinə nələr daxildir? Buna aid cümlə var idi. İnsanlarla ünsiyyət quran tədbirlərdə iştirak edən robotun adı nədir? Bu haqda da məlumatımız yoxdur. Cavabımız C variantı olacaq. 8-də bizə deyir ki, cümlədəki adətən sözün hansı sözlə əvəz etmək olar? Robotlar adətən 3 hissədən ibarətdir. Robotlar əsasən 3 hissədən ibarətdir. Cavab C variantı olacaq. Daha sonra keçək digərinə. Yəni 9-a. Sensorlar robotlara necə kömək edir? Uşaqlar, sensorlar robotlara hiss etmək. Yəni sensor nə deməkdir? Hiss etmək. Adi telefonun ekranına, yəni barmağımızla hərəkət edəndə görürsünüz ki, o hiss eləyir də. Yəni hansısa proqrama girəndə, yəni həmin proqrama toxunuruq, hiss eləyir və bizi həmin proqrama aparır. Ona görə də cavabımız olacaq C variantı. Onda bizə deyir, mətnin sonuncu abzasında müəllif nəyi qeyd edib? Mətnin sonuncu abzasında uşaqlar, müəllif süni intellektin gələcək inkişafından danışmışdı. Demişdi ki, yəni gələcəkdə süni intellekt daha çox inkişaf edəcək. Ona görə də olacaq B variantı. 11-də deyir, nöqtələrin yerinə hansı fikir yazılsa, tərkib hissələri arasında əlaqə pozulmaz. Aha, baxaq görək. Deyir, robotlar yaşlı insanlara və əlillərə gündəlik işlərdə kömək edə bilir. İndi buna aid bizə elə bir fikir, tərkib hissə yazmalıyıq ki, hissələr arasında əlaqə pozulmasın. Ona görə də biz orada yaza bilərik ki, robot bir çox dildən tərcümədə işçi deməkdir. Xeyr, bu bizə lazım olmayacaq. Planetimizi bürüyən zəhərli qazlar da robotlar üçün ziyansızdır. Əlbəttə, robotu insana və ya heyvana bənzətmək düzgün olmazdı. Robotlar insanlar üçün yorucu olan işləri yerinə yetirməkdə kömək edir. Cavabımız B variantı olacaq. 12-də deyir, süni intellekt robotlara nədə kömək edir? Uşaqlar, süni intellekt biz bildik ki, daha ağıllı şəkildə işləməkdə kömək elədi. Bu da C variantında bizə verilmişdi. Mətnin məzmununa əsasən hansı fikirlə razılaşmaq olmaz? Hansı fikirlə razılaşmaq olmaz? Bunu oxuyaq görək nədir? İnsanlar robotların köməyi ilə öz işlərini daha sürətli görə bilərlər. Düzdür. İnsanlar hətta öz evlərində də robotlardan istifadə edirlər. Bəli, hər birimizin evində var. Gələcəkdə robotlar insan həyatı üçün təhlükə yaradacaq. Yəni, niyə yaratsın ki təhlükəni? Gələcəkdə robotların gördüyü işlər daha genişlənəcək. Bu da düzdür. Hansı fikirlə razılaşmaq olmaz? Gələcəkdə robotlar insan həyatı üçün təhlükə yaradacaq. Bu fikirlə razılaşmaq olmaz. Yardım robotları hansı məqsədlə istifadə olunur? Uşaqlar, yardım, mən bayaq da vurğuladım ki, yaşlı insanlara və əyillərə gündəlik işlərdə kömək etmək üçün, bu da B variantında bizə verilib. Robotların mexanizmi nəyi təmin edir? Uşaqlar, robotların mexanizmi hərəkət etmələrini təmin edir. Biz bayaq oxuduq mətni. Ona görə də B variantı olacaq. Uşaqlar, robotlar mətni bu qədər. İndi keçək ikinci mətnə.
Unudulmayan dərs. Unudulmayan dərsi də oxuyum. İstəsəniz ekranı dayandırıb özünüz oxuya bilərsiniz. İstəsəniz mən oxuyum, siz sualları sizlə birlikdə təhlil edək. Unudulmayan dərs. Azərbaycan dili dərsi idi. Şagirdlər ev tapşırığı olaraq verilən inşaları oxuyacaqdılar. İnşanın mövzusu belə idi. Həyatınızda unudulmaz bir anı təsvir edin. Ev tapşırıqlarını açın, dedi müəllim və növbə ilə ucadan oxumağa başladılar. Əvvəlcə Məhəmməd oxumağa başladı. O, sevimli oyuncağının necə sındığından danışdı. İnşası bəyənilmiş və alqışlarla mükafatlandırılmışdı. Sonra Nigar inşasını oxudu. Onun inşası da yüksək qiymətləndirildi. Beləliklə, hər kəs yazdığını oxuyurdu. Kimisi keçən il itirdiyi quşdan, kimisi xəstələnən nənəsindən, kimisi də şeir yarışında birinci olmağından danışırdı. Hamısı da zəhmətlə yazılmış, gözəl yazılar idi. Növbə Zəhrada idi. Vaxt itirmədən yazdıqlarını oxumağa başladı. 5 yaşında balaca uşaq idim. Məktəbə qədərlər sinifində oxuyurdum. Təhsil həyatım başlamışdı. Hal-hazırda 4-cü sinifdə oxuyuram. Məktəbə başladığım ilk gündən bu yazını yazdığım ana qədər məktəb həyatımda dəyişməyən tək bir hadisə vardı. Anamın eyvana çıxıb məni yola salması və mən gözdən itənə qədər arxamca baxması. Bu mənə həmişə fərqli bir güc və inam verirdi. Amma bir gün anamın ən sevmədiyi hərəkəti etdim. Yalan danışdım. Kiçik bir yalandır, deyə düşünmüşdüm. Halbuki anam, yalanın böyüyü kiçiyi olmaz, dedi və məndən incidi. Səhərə qədər kədərdən gözümə yuxu getmədi. Səhər məktəbə getmək üçün evdən çıxdım. Gözücü eyvana baxdım. Anam yox idi. Mən qəsdən addımlarımı yavaşlatdım ki, bəlkə anam baxar. Amma o, eyvandan baxmadı. O gün mənim üçün bitmək bilmədi. Məktəbdən tez qayıdıb anamdan üzr istəmək üçün can atırdım. İndi düşünürəm ki, anam yaxşı ki, məni o gün yola salmayıb. Çünki o gündən sonra nəinki yalan danışmağı düşünmək belə ağlımdan keçmədi. Zəhranın inşasını müəllim və dostları çox bəyənmişdi. Onu ayaq üstə alqışladılar. 100 bal aldı və birinci seçildi. Hamıya təşəkkür edib dedi. İndi düşündüm ki, anam o gün məni yaxşı ki, yola salmayıb. Həm yalan kimi pis bir xüsusiyyətdən qurtuldum, həm də inşam üçün mövzu tapıb 100 bal aldım. Yaxşı ki varsan, anacan. Bütün sinif bu dəfə gülərək alqışlayırdı. Unudulmayan dərs də bu qədərdir uşaqlar. İndi gəlin suallarını birlikdə təhlil edək. 16-cı sualda deyir, Zəhranın anası ona yola salmamışdı. Çünki Zəhra artıq böyümüşdü, özü tək gedirdi. Xeyr. Anası Zəhradan incimişdi. Zəhra həmin gün məktəbə getməmişdi. Zəhranın anası onu yola salmağını istəməmişdi. Deməli, uşaqlar, anası incimişdi yalan danışdığına görə, ona görə də cavabımız B variantı olacaq. Baxırıq digərinə. Mətndə əsas fikir nədən ibarətdir? Hər bir şagird ev tapşırığını yerinə yetirməlidir. İnsan etdiyi səhvlərdən nəticə çıxarmağı bacarmalıdır. Şagirdlər məktəbə tək gedib gəlməyi bacarmalıdırlar. Bəzən kiçik yalanlar danışmaq olar. Uşaqlar, mətnin əsas fikri ondan ibarətdir ki, insan etdiyi səhvlərdən nəticə çıxarmağı bacarmalıdır. Cavabımız B variantı olacaq. Baxaq görək 17-18. Mətndə işlənmiş yola salmaq ifadəsini hansı sözlə əvəz etmək olar? Yola salmaq ötürmək deməkdir uşaqlar. Ona görə də elə A variantımız düzgün cavabımızdır. Daha sonra mətndəki hadisələrin düzgün ardıcıllığını müəyyən edin. İlk öncə oxuyaq, daha sonra nömrələyək. Bütün sinif gülərək qarşıladı. Hər kəs sırayla öz inşasını oxudu. Zəhranın inşası müəllimi və dostları tərəfindən bəyənildi. Zəhra vaxt itirmədən yazdıqlarını oxudu. Uşaqlar, burada ilk öncə olacaq ikinci, hər kəs sırayla öz inşasını oxudu. İkinci, daha sonra Zəhra vaxt itirmədən öz yazdıqlarını oxudu. 4. Daha sonra Zəhranın inşası müəllim və dostları tərəfindən bəyənildi. 3. Daha sonra bütün sinif gülərək axırıncı dediyindən sonra gülərək qarşılamışdı. Ona görə də 2, 4, 3, 1 olacaq. Bu da verilib bizə. Baxaq görək C variantında. 20. Altından xətt çəkilmiş sözü hansı ifadə ilə əvəz etmək olar? Hansı ifadə ilə əvəz etmək olar? Baxırıq. Yalan pis bir xüsusiyyətdən
qurtuldum. Yalan kimi pis bir xüsusiyyətdən qurtuldum, xilas oldum deməkdir. Qurtulmaq, xilas olmaq deməkdir. Cavab B variantı. Mətndə hansı suala cavab tapmaq mümkündür? Hansı suala cavab tapmaq mümkündür deyirsə, müəllim şagirdlərə ev tapşırığı olaraq nə həvalə etmişdi? Daha sonra həyatınızda unudulmaz bir anı təsvir edin. Nəyin mövzusu idi? Zəhranın həyatını dəyişməyən hadisə hansı idi? Zəhranın danışdığı yalan nədən ibarətdir? Mümkündür soruşur 21-də. Amma Zəhranın danışdığı yalan nədən ibarətdir? Mümkün deyil olmalıydı burada deyəsən. Çünki belə deyim, Zəhranın danışdığı yalan nədən ibarətdir? Buna aid yoxdur. Ona görə də mən düşünürəm ki, burada D variantı olmalıydı. Sonra 22-də deyir, mətndə belə bir obraz yoxdur. Mətndə hansı obraz yoxdur uşaqlar? Elə 21-də dedi. Yaxşı, dedi, hə. Mətndə belə bir obraz yoxdur. Hansı obraz yoxdur uşaqlar? Baxırıq, görürük. Nazlı, Məhəmməd, Nigar, Zəhra var, Nazlı yox idi. 23-də cümlədə altından xətt çəkilmiş sözün izahını seçin. İnşa. İnşa nə deməkdir uşaqlar? Deməli, inşa o deməkdir ki, şagirdlərin verilmiş mövzu üzrə öz düşüncə və biliklərini nümayiş etdirdikləri sərbəst yazışı. Bəli, cavab elə A variantıdır. Məsəl üçün, müəllim sizə bir payız fəsli haqqında bir inşa tapşırır, həvalə edir. Siz gedib evdə öz düşüncələrinizi, payız haqqında öz düşüncələrinizi, öz belə deyək, təsəvvürlərinizi, öz fikirlərinizi yazırsınız inşa olaraq, sərbəst olaraq, daha sonra müəllimə gətirib təqdim edirsiniz. 24-də deyir, Zəhranı kədərləndirən əsas məqam nə idi? Məktəbə tək getməsi, anasının ondan inciməsi, nənəsinin xəstələməsini, quşunu itirməsi. Təbii ki də anasının ondan inciməsi idi. Cavab B variantı. Anasının, baxaq 24, 25. Anasının inciməsindən sonra Zəhranın keçirdiyi hissi necə adlandırmaq olar? Necə adlandırmaq olar? Təbii ki də qüssə. Qüssə kimi, sevinc yox, fərəh yox, təəccüb yox. Təbii ki də qüssə kimi adlandırmaq olar. 26-da Zəhranın yalan danışdığını biləndə anasının ilk reaksiyası nə oldu? Zəhradan incidi. Yalanın böyük kiçiyi olmaz dedi. Zəhranı yola salmadı. Bütün gecə Zəhra ilə danışmadı. İlk reaksiyası uşaqlar yalanın böyük kiçiyi olmaz dedi. B variantı. Hansı epizod Zəhranın peşman olduğunu göstərir? Burada epizodlar çox idi, amma kədərdən səhərə qədər gözünə yuxu getmədi. Ona görə peşmançılıq çəkdi. Cavab B variantı. 28-də deyir, mətnin ikinci abzasını hansı cümlə ilə genişləndirmək olar? İkinci abzasanı uşaqlar, birinci, ikinci abzası tapaq. 5 yaşında balaca uşaq gedib məktəbə qədərlər sinifində oxuyurdum. Yəni, özü haqqında məlumat verir. İndi görə hansı, belə deyək, cümlə ilə genişləndirmək olar ikinci abzası? Hansı variant genişləndirmək olar? Deməli, burada baxırıq. Anam mənə bu hərəkəti ilə çox gözəl dərs verdi. Bəli, cavab elə A variantı olmuş olacaq. Anası ona çox gözəl dərs verdi. Daha sonra baxırıq. Hansı hərəkət Zəhraya aid deyil? Yalan danışdı, birinci seçildi, 100 bal aldı, mükafat aldı. Burada mükafat aldı, mükafat almadı. Sadəcə 100 bal aldı, birinci seçildi. Cavab D variantı. Mətndə tünd qara hərflə verilən ifadənin mənasını müəyyənləşdirir. İnam sözü idi orada tünd qara hərflə verilən. İnam da nə deməkdir? Etibar deməkdir. Bu da C variantında bizə verilmişdir. Uşaqlar, bugünkü mətnlərimiz bu qədər. Videonu bəyəndinizsə bəyənməyi, dostlarınızla bölüşməyi və kanala abunə olmağı unutmayın. Bugünlük bu qədər. Hələlik.